Gördüyünüz bu deməli Şişqayadır. Ağ yolun üstündəki Şişqaya budur. Bax bu da o ermənilərin postları olubdu bura. Bax bunlar. Görün indi. Bunlar səngərləri buymuş da komandir onların. Görün indi bax bu gördüyünüz yer var ha. Bu onların postları olub. Görün bizimkilər haralarda olublar da. Aşağı istiqamətlərdə var, aşağılarda. Quşçular istiqamətinə də bax bu tərəfdir. İndi mən sizə çəkib göstərəcəm. Burada döyüşdə olanlar da izah eləyəcəklər. Bax, Allahverdiyev Tahir qabaqda gedən burada bu döyüşlərdə iştirak eləyib. Biz indi quşçular istiqamətinə gedirik. Elə bir ki, Vişqanın yanına. Bax, indi qabaqda da onların blindajları var. İndi mən onları göstərəcəm sizə. Yəni ki, həqiqətən də çox yüksək bir mövqedə dayanaraq o dövrdə 92-93-cü illərdə təsəvvür edin. Aşağılarda xidmət aparan əskərlər həqiqətən də igidlik eləyiblər. İgidlik göstərirlər. Neçə dəfələrlə bura hücum eləyiblər. Həmən bax bu yerləri alıblar. Döyüşərək alıblar ermənilərdən. Amma saxlamaq mümkün olmuyor. Həmən bu deyilən bu yer, blindaj, o ermənilərin yerləridir ki, hansı ki samolyot da gəlib atırdı. Orada da, hə? Samolyot atırdı, bombalayırdılar. Buradan, bax, yenə də Haça postu deyilir bura, bəli. Bax, bu köhnə onların blindajları. 92-ci ildə. Küşçülər yaxşı yadlarında qalar. Buradan tank çıxıb atırdı, test atırdı, qayıdıb gizlənirdi. Aşağıdan atırdı, qayıdırdı. Bax, burada gəlib deməli gizlənirmiş o. Bura onun dayanacaq yeriymiş. Bax, görün. Bura Vışqanın yanıdır. Vışqa o deyil, o da əsas Vışqa odur, bax. Onların bir səngərləri də bax, buradır. Bax, bu yerlərdən onlar bizə atəş açırdılar. Hə, bura blindajları olub, blindaj. Blindajları olub bura. Bura blindaj olub. Döyüş mövqeyləri, yəni ki, buradan durub, bura yaxınlaşım. Üzə aşağıdan gələn bizimkilərə qarşı dayanmaq mövqeyləri imiş. Güya ki, bax, fikir verin, qayalıqlar. Bax, gördüyünüz ağ yol buradan daha yaxşı görsənir. Bax, ağ yol budur. Baxın, bu aşağıdakı da kənd Sur kəndidir. Üzü bu tərəfə fırlayıram, bax, Allah aşağıda bu tərəfdə. Məndən solda Qışlaq kəndidir. Dərədə, dərənin dibində. Ora Qışlaq kəndidir. İndi buradan qalxırıq Vışqıya tərəf. Vışqa postuna. Bizim orada üç rəngli bayrağımız dalğalanır. Gedirik indi ora. Bu da onların qazarması olub. Burada güya gecəliyirdilər, yatırdılar. Amma heç aşağıdan bizimkilər ona imkan vermir ki, onlar orada yatsınlar. İxtiyar da daş yomalıyır aşağı. Getdi. Gəlib Şişqaya, Yəhər tərəfdən, Vişqanı gedib, gəzib gəlib. O aşağıda gördüyünüzdə Hadrutdur. Gördüyünüz Hadrutdur. Bax, həmin bu Şişqayadan o vaxtları mən təkrar deyirəm, baş ağrısı olmasın. Yəni, dediyim odur ki, bax, o cür hündürlükdən, o dağlardan, bu dağları qalxıb alan oğlanlar olubdur. 92-93-cü illərdə, bax, bugünkü gündə. Burada, bax, bu indi göstərəcəm orada da qabaqda. Mirələm, Allah rəhmət eləsin, Mirələm burada şəhid olub. O tərəfdədir, bura deyil, tam olaraq bura deyil onun şəhid olduğu yer, amma göstərəcəm mən. Bax, bu yer uyğurunda, burada şəhid olub, 15 avqustda. Paylaşacağım indi mən. Gördüyünüz bu Vışqa, həmən Tele Vışqadır, gəldik, çıxdıq bura. Burada da
Bizim döyüşçülərimiz bax bu Vışqanın yeri uğrunda dəfələrlə mübarizə aparıblar, döyüşüblər. Burada şəhidlərimiz olub, qanlar tökülüb. Amma çox təəssüf ki, bizim Cəbrayıl rayonunun sağ cinahdan Hadruta hücum əməliyyatı keçirilmədiyinə görə bu yerləri əldə saxlamaq mümkün olmuyor. Qaya postundan bax bir buranı hepi ilə vururdu. Oradan elə ki maşınlar keçəndə sürətlə keçir. Yox, mən döyüşün axırı bax oradan bura sürüldü. Döyüşün axırı deyirəm ki, ermənilərin PKK qaldırdı burada. Hal-hazırda bizim üç rəngli bayrağımız burada dalğalanır. Daima uzalarda olsun, daima dalğalansın. 5 nəfər Babayev, Vəlişov, mən sevindik, bir də Mehdi Vəcdə. O qayanın başına düşdük, oradan sıldırımla gəldik Ağaran yerə. Oradan bir də Mahmudun rəhmətli Mahmudun meyidi taxdı. Bax o yolu mən yaralı təkcə getmişəm. Elə ki, təkcə düşüb getmişəm. İki ayağım özdə yəni. Mən 28 iyundan danışa bilərəm. Danış. Söz İmran'ın. Buyur İbo. Buyur. Səni verən Deməli, danış. 28 iyunda 1992-ci ildə biz Sur əməliyyatına burada başlamışdıq. Həm qışlaq istiqamətində hücuma keçmişdik, həm də buradan Qurtlar istiqamətində, həm bu istiqamətdə hücuma keçmişdik. Deməli, biz 27 iyunda bir qrupla biz erməni qruplarımızı startlamışdıq. Ondan sonra səhəri gün bunu kəşfiyyat edəndən sonra səhəri gün biz böyük qüvvə ilə hardasa bir 100-ə yaxın döyüşçü ilə bu əraziyə hücuma keçmişdik. Deməli, bu ərazidə biz erməni düşmən canlı qüvvəsini məhv eləyərək bura qədər almışdıq. Düzdür, bizim burada 6 dənə şəhidimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Hazır xeyli qazilərimiz oldu, yaralılarımız oldu. Allah qazilərimizə şəfa versin, yetimlərimizə Allah can sağlığı versin. Biz həmin gün burada çox böyük qəhrəmanlıqlar göstərdik. Həmin gün Sur əməliyyatının alınması demək olar ki, erməni qüvvəsinin gücü bu istiqamətə verməsi, Sur kəndinin işğaldan azad olunması uğurla... Suru göstər də, göstər. Həmin bu Sur kəndi buradan aşağıdadır, yəni burada o kəndin alınması bizim bu həmin vaxt uğurlu əməliyyatımızın nəticəsi oldu. Allah'tan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Döyüşçülər heç vaxt unudulmur. Qəhrəmanlar həmişə qəhrəman kimi olaraq qalır. Bu bir tarixdir, bu tarixə yazılmalıdır. Burada döyüşənlərin hər biri öz adın sanını almalıdır. Mənim tələbim bundan ibarət. Xahiş edirəm o barədə danış da, bu tərəf istiqamətdən hücuma keçir. Eybi yoxdur da, indi buradan de. Elə o vaxt mənim yazılarım ki, gəlmişik, amma indi elə bir şey adam gözünə inanmır ki, yer dəyişir, qaya dəyişir, nə bilim görəsin. Amma bizim o yaralandığımız yer biraz o tərəfdə. İkinci yalda. Var, hə, İkinci yal. Orada elə bir ora oxşadıram mən qayalar. Ona o vaxt yadımdadır ki, bir qayalar var idi. O qayanın Yazılıblar, verilməkdə aman deyil. Burada yazılan çox. Marif. Çıktım gördüm ki 5 tane baş görsəndi. Ortada da bir sarı çiçəkləri var Allah'ım. Çünkü bunu buralarda vurum. Neyse tuttum attım bir partiye gördüm değmedi bunları. Avtomatiklə yendim qayanın dalına. Təsəvvür şey baxdım ki pirsel dişdi. Da qalxıb yeriyəndə sürməndə. Şeydə çıxdı. Təzədən mən çıxdım. Bir ki məni vurdular. Mən də kaska getdi. Nə deyirsən? Qəlpət parmağıma dəydi, avtomat düşdü yerə. Allah saxlasın. Elə ki, ani mağamda o kaska aşağı yomalandı. Avtomat yerə düşdü, mən də belə üzbəyəm. İşləmdə çöldədir də, bu da bu dağdan təsəvvür. Böyrdən dursan göstərə bilərsən. Oradan işləyir. Buradan elə mi? Şişqayadan. Səhər gələr, sabah. Elə bir kaska düşdü, avtomat düşdü. Mən geç gəldim ki, avtomat getməsin. Avtomat əyilməyimdən güllə. Elə bir şey. Çiğnədən. Yəni o güllə buradan girib arxadan çıxar. İl dönümün Şükür bu günümüzə. Şükür, bəli. İndi bir də Azərbaycan bayrağı dalğalanır burada. Ermənisiz Azərbaycanı yaşayır. Bura, Hadrut Bəli, bəli.
Azərbaycan sağ olsun. Allah ordumuzu qorusun. Ali Baş Komandanımızdan sağ olsun. Amin. Milleti seven, ülkəni, dövləti seven hər bir vətəndaş bizim sağımızdan. Yəni o da çox olmadı. Amma bugünkü günə şükür ki, olanlar qəsədik. Bəli, bəli. Torpağı dövlət. Böyük qələbədir bu, böyük. Böyük qələbədir. Təsəvvür elə biz o vaxt fikirləşirik, Hadrut alarıq. İndi şükür Allaha, Xankəndi də bizdədir, Xocalı da bizdədir. Bütün torpaqlar. Zəngəzur inşallah. Hə, indi növbədə Zəngəzurdur. Allah'ın köməyi. Amin, amin. Çox sağ olun, var olun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Teala bu günümüzə yaşar. Bəli, Hoş insanlar. bəli. uşaqlar da Sağ ol. Var olun ki, bax belə gəlirsiniz, yad edirsiniz. Allah Lazımdır. çok eləsin. Lazımdır. Sağ ol.